məsələn, sənin valideynlərin yaşlanacaq. Sən də seçib özünü qoymusan kənara. Onlara kim baxacaq? Sən necə seçə bilərsən özü onlardan? Sənin qardaşın var, bacın var. Onların ailələrində problemlər olacaq, sənə ehtiyacları olacaq, çətin günlər olacaq, xeyir günlər olacaq. Səni yanlarında görmək istəyəcəklər. Sən də özü seçib qoymusan harasa. Sən necə bu bağları qıra bilərsən? Heç bir müqəddəs kitabda bunu demir. Deyir, əksinə qohumluq bağlarınızı qoruyun. Ata, ana xoşa gələ bilər, xoşa gəlməyə bilər. Amma bu sənin borcundur, ruhun borcudur ki, onların qayğısında olasan. Hə, zamanla sən müdrikləşəndə o negativ, bu ünsiyyətin negativ tərəflərindən özünü qorumağı öyrənəcəksən. Bu bilirsiniz, siz də həkimsiz. O həkimin xəstələrlə ünsiyyəti kimidir. Xəstə xəstədən bezər, yiyərlər bir-birlərini. Amma həkim xəstədən incimir heç vaxt. Həkim xəstə ilə davranmağı bilir, maskasını taxır, davranır. Bütün müqəddəs kitablar da cahil adamlarla həkim xəstə ilə davranan kimi davranmağı buyurur. Bu da belə yazıb hətta. Ki sağlam, müdrik sanki həkimdir, xəstə bəşəriyyətə baxan kimi baxır. Onun nə inciməyə haqqı yoxdur. O qulluq eləyəcək onlara. O onların sağalması üçün zəruri şərt eləyəcək. Çünki o Allahın işçisidir. Bütün dinlər deyir. Sən Allahın işçisisənsə, sən müəyyən mənada həm də loğmansan. Sən şikayət eləməyəcəksən. Nə mümkündürsə onu eləyəcəksən. Məsəl üçün, amputasiya olunmuş ayaq görəndə dəli olmayacaqsan. O bir ayağını xilas edəcəksən. Nə mümkündürsə xilas edəcəksən. Bu